Salam Asif müəllim. Aleyküm salam. İlqardır sizi narahat eləyən. Sizin sağlığınız. Bu nə vaxt yekunlaşacaq bu qalx söhbəti, marşrut söhbətləri? Məlumatınız varmı? Yekunlaşmaq. Yəni bu gəlməməlidirlər də, bu bayrağa şəhərə gəlməməlidirlər. Vağzaldan vağzala istifadə. Nə vaxt isə onda. Sizin rəhbəriniz Heydər Rüstəmov nəzərdə tutursunuz? Qardaş rəhbərlik deyəndə mənə tikələr Bakıda. Şimdisə nəsə Bildim siz əmiri imza eləyirsiniz. Siz bu əmiri düzgün imza eləmirsiniz. Axı siz Balakan maşınlarının üstünə təpilmişsiniz. Burada qoymursunuz. Qanundan belədir də, burada olmaz. Ancaq qalx maşınları buradadır. Bu nətər əmir olur? hardadır qalx maşını? Elə burada bayrağın altında. Gəlirlər bura boşaltırlar, buradan da götürürlər, gedirlər. Göbək boşaldır, vaxtı deyər, boşaldır. Asif müəllim, söhbət boşaltmaqdan getmir. Bu bura boşaltmamalıdır. Bu ora beynəlxalq avtovağzala boşaltmalıdır. Oradan da hərəkətini davam elətdirməlidir. Qanun bunu deyir. Aydındır. Məlumat üçün xəbər verim ki, səs yazınız, telefon yazır. Yəni hardasa nəsə olanda deməyəsiniz ki, xəbərsiz səsiniz yazıldı deyə. Yəni siz rəhbərliyin adından istifadə edirsiniz ki, yəni rəhbərlik mənə göstəriş verib. Mən də rəhbərliyin sizin göstərişinizi atacağım öz rəhbərimə. Mənim də rəhbərim var ki, yəni bu rəhbərlər əlaqə saxlasın ki, bu necə sizin rəhbəriniz qanuna qarşı necə çıxa bilər? Oldu.